Bugün yeni bir videolar seriyasına başlamaya çalışırıq. Burada çalışacaq bu seriyada gənc hüquqşünaslarımız üçün süni zəkanın imkanlarından istifadə edib mövzuları necə öyrənməli olduqlarını, necə araşdırmalı olduqlarını izah edək. Bu həm o baxımdan vacibdir ki, artıq belə deyək, universitetdə təhsilin, məktəbdə təhsilin çox da böyük bir əhəmiyyəti qalmır. Çünki əlimizdə olan süni zəka alətlərində, yəni bir universitetdə bir müəllimə sual verəndə, ondan bir məsələni araşdıranda siz bir insanla çalışırsınız. Amma süni zəkanın imkanları doğru istiqamətdə istifadə olunanda sizə o günə kimi olan bütün sivilizasiyanın toplanmış bilikləri və məlumatları əsasında cavab verilir. Bunun üçün sadəcə düzgün, doğru promptları yazmaq lazımdır. Deyək ki, bugün biz komandamızla miqrasiya məsələlərini müzakirə edirdik. Bir neçə əcnəbi vətəndaşın yerli şirkətlərin biri tərəfindən əməkdaşlığa cəlb olunmasına bağlı bir keysimiz var idi. Mən orada öz komanda üzvlərimizə bildirdim ki, gəlin, bax, özünüzə sual verin ki, dövlətlər niyə miqrasiya sahəsini, miqrasiya münasibətlərini tənzimləməyə çalışırlar? Bununla bağlı süni zəkanı istifadə edərək çox geniş məlumatlar əldə edə bilirsiniz. Bu promptu yazanda, bu sualı yazanda çıxan cavablar təxmini istiqaməti belə deyək, yəni uzun müddətdir bu sahədə fəaliyyət göstərdiyimizə görə bizə məlumdur, amma yəni süni zəkanın da verdiyi cavablardan da məlum olur ki, dövlətlər özlərinin bir çox belə deyək, risklərini tənzimləmək üçün bu sayədə münasibətləri tənzimləyir, müəyyən normativ hüquqi aktlar qəbul edir, müəyyən strukturlar yaradır, sərhəd xidməti kimi, dövlət miqrasiya xidməti kimi, hansı ki, bunlar sərhəddən keçən əcnəbilərin davranışlarına nəzarət edir. Bu nə üçün vacibdir? Bunun bir neçə istiqaməti var. Burada əmək bazarının idarə olunması var, iqtisadi risklər var, tibbi epidemioloji risklər var, təhlükəsizlik riskləri var, demoqrafik risklər var, etnik mədəni risklər var və s. və ilə. Bax, bu riskləri tənzimləmək üçün, məsələn, deyək ki, əmək bazarını dövlət tənzimləmək istəyir. Düşünün ki, bizdə minimum əmək haqqı 400 manatdır və birdən-birə bazarda minlərlə insan peyda olur, daha aşağı şərtlərlə, daha uzun iş müddətləri ilə, daha az istirahət günlərindən çalışmaq üçün hazır olduqlarını bildirirlər. Təbii ki, adından da məlum olduğu kimi əmək bazarı da bir bazardır və orada da bazar qiymətləri bu məsələləri tənzimləyəcək. Düşünün, onda bizim əhalinin məşğulluq vəziyyəti necə bir katastrofik vəziyyətə gəlib çıxa bilər. Və yaxud da səhiyyə ilə bağlı riskləri. Düşünün ki, sərhəddən hər kəs belə kobud desək, əlini qolunu sallayıb keçə bilir və gəlib burada istədiyi yerdə yaşayır, istədiyi şəxslərlə ünsiyyətə girir, istədiyi şəxslərlə ailə qurur və s. və ilə. Və bunların bir çoxunda da yoluxucu xəstəliklər var, viruslar var və yaxud da digər tibbi risk daşıyan amillər var. Biz, yəni dövlət buna nəzarət etməsə, düşünün ki, hansı bir xaotik vəziyyətə gətirilib çıxara bilər. İndi gəlin baxaq, bu məsələlər necə tənzimlənir? Məsələn, miqrasiya məcəlləsinə baxsaq, yəni yer gəlmişən bunu da qeyd edək ki, bu miqrasiya məcəlləsi olmaya bilər. Miqrasiya haqqında qanun ola bilər və yaxud da bilmirəm, Nazirlər Kabinetinin qərarı da ola bilər. Yəni bu duruma görə, vəziyyətə görə dəyişən bir şeydir. Amma hüquqşünas olaraq anlamalı olduğumuz məsələ odur ki, dövlət bu sahəni tənzimləyir. Hansı səviyyədə normativ aktla tənzimləyir, bu başqa sualın mövzusudur. Bu başqa mövzunun belə deyək də predmetidir. Məsəl üçün, əmək münasibətlərindən baxanda, əmək aspektindən baxanda, dövlət gələn əcnəbi işçiyə deyir ki, bax, mənim də burada mühəndislərim var. Əgər sən sübut eləyə bilsən ki, daha doğrusu səni işə götürmək istəyən şirkət, işə götürən, səndə elə qabiliyyətlər, bacarıqlar var ki, o bizim yerli, deyək ki, sənin rəqiblərin olan mühəndislər də yoxdur. Biz səni Azərbaycan Respublikasında əmək fəaliyyətinə məşğul olmağa buraxırıq. Sənə iş icazəsi verəcəyik və bunu da müddətdə eləyəcəyik ki, növbəti il bunun zərurətin olub-olmadığını bir daha yoxlayaq və yaxud da sənin iş qabiliyyətinin olub-olmadığını, sənin ümumiyyətlə Azərbaycan Respublikası ərazisində olub-olmadığını və s. digər amilləri yoxlayaq. Bu, bunun iş tərəfi. Yəni, onun diplomuna baxırıq, iş təcrübəsinə baxırıq və s. və ilə.
Daha bir məsələ, növbəti məsələ nədir? Növbəti məsələ ondan ibarətdir ki, biz bu adamların sağlam olmasına baxmalıyıq. Yəni bu adamlar yoluxucu xəstəlik daşıyıcısı olmalıdır, hər hansı bir təhlükəli virus daşıyıcısı olması deyil. Ona görə onlar bura gələndə biz o sənədlərin toplanması çərçivəsində onlara tələb edirik ki, bəlli siyahıda olan tibb müəssisələri var. Gedin filan xəstəxanada analiz verin və onun cavabında sənədlərə əlavə edin. Digər bir məsələ daxili asayişin qorunması, təhlükəsizlik məsələsi. Yəni dövlət bilmək istəyir ki, bu əcnəbi gəldi Azərbaycan Respublikasına, burada işə başlamaq istəyir. Bu harda qalacaq? Hansı ünvanda qalacaq? Sabah bunu axtarmalı olsaq və yaxud da bunun başına bir iş gəlsə, eyni zamanda bu kiməsə qarşı bir qanunsuz əməl törətsə, dövlət bunu harda axtarmalıdır? Onun üçün də yerli bir deməli daşınmaz əmlak sahibi, daşınmaz əmlak mülkiyyətçisindən tələb edirik ki, ona razılıq versin ki, bəli, mənə məxsus filan ünvanda filan kəsin yaşamasına etiraz etmirəm. Bununla notarial qaydada ərizə alırıq və onu da əlavə edirik deməli bu miqrasiya xidmətləri sisteminə. Bax, tam bunun detallarına getmədən, yəni ümumi sadəcə məsələlərə toxunmaqla miqrasiya siyasətinin mahiyyətini izah etməyə çalışdım. Yəni gənc hüquqşünas olaraq siz dövlətin miqrasiya siyasətinin mahiyyətini anlayanda, bu tək bizim dövlətimizə aid deyil, bütün dövlətlərdə aşağı-yuxarı bu yanaşmalar eynidir. Artıq sizin miqrasiya hüququnla bağlı geniş, belə deyək, təsəvvürünüz formalaşır. Və siz nəyi harda axtarmalı olduğunuzu bilirsiniz. Niyə, hansı sənədləri toplamalı olduğunuzla bağlı məlumatınız olur və bunu da qarşı tərəfə çox rahat bir şəkildə, peşəkar bir formada izah edə bilirsiniz. Amma düşünün ki, siz dövlətin miqrasiya siyasətini anlamadan, ümumiyyətlə, miqrasiya hüququnun mahiyyətini, yaranma zərurətini anlamadan çalışırsınız ki, miqrasiya sahəsində bir hüquqşünas kimi formalaşasınız. Bunlar təbii ki, mümkün olmur. Bax, ona görə biz daxili komandada müzakirə etdiyimiz məsələlərin bəzilərində bu formada video çəkməklə düşünürük ki, maraqlanmaq istəyən, öyrənmək istəyən, özünü inkişaf etdirmək istəyən hüquqşünaslar üçün, xüsusilə gənc hüquqşünaslar üçün bu cür videolar maraqlı olur. Bu cür videoların davamını da çəkməyə çalışacağıq. Sizin də maraqlı suallarınız olarsa bizə yönləndirməyinizi xahiş edirik. Hər birinizə işlərinizdə uğurlar arzu edirik. Sağ olun.